Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Yatmazdan əvvəl üzünüzü 10 dəqiqə masaj edin. Həm yuxunuz düzələcək, həm də stressiniz azalacaq. İşdə qalmağın gizli səbəbi açıqlandı. Bəzi insanlar evə getməyə tələsmir. Əzələ və diabet riski. Alimlərdən yeni araşdırma bağlantını ortaya qoydu. Hər gün eşitmə qabiliyyətinizi itirmə təhlükəsi var. Bu haldan qorunmaq üçün tövsiyələr. İlk hamiləliyin sonlandırılması analığa mane ola bilərmi? Yerli mütəxəssis ultrasə müayinəsi ilə edirik. İlk hamiləlik sonlandırıla bilərmi? Sualına süni maylanma üzrə mütəxəssis cərrah-mama ginekoloq uzman doktor Ülviyə Mehdixanlı cavablandırıb. Edilə bilər. Əvvəllər niyə deyirdilər ki, ilk hamiləliyə abort etdirməyin? Çünki əvvəllər vakuumla abortlar yox idi, küretaj edilirdi. Yəni dəmir metal alətlərlə edirdi və onlar qaşıyırdı bunu. Avtomatik bunlar da təbii ki, uşaqlığın iç divarını endometriumu zədələyirdi. İndi artıq onlardan istifadə edilmir. Mən praktikamda heç istifadə etmirəm. Biz vakuumla abortlar edirik, vakuumla. Onların özlərinin incə plastik kanülləri var zaten və ultrasəs müayinəsi altında edirik. Bu yüzdən də yəni artıqdan bir qaşımadır, belə şeylərdir, qalıqdır. Onlar minimaldir. Və abort edəndən sonra da rahat bir şəkildə də bir sonraki hamiləlik xəstələrimiz planlaya bilərlər. Abort sonrası antibiotik istifadəsi bu mütləqdir. Nə qədər də steril alətlər istifadə etsək də yenə də vagina bir steril mühit deyildir. İnfeksiya yayıla bilir. O yüzden abort sonrası antibiotik istifadəsi mütləqdir. Cinsi əlaqə 2 həftə icazə vermirik. Dənizdə, hovuzlu bunlara icazə vermirik. Xəstə bunlara əməl edərsə heç bir problemi olmur. Həkim gələcəkdə hamiləlik planlaşdıran qadınlara mütəmadi ginekoloji müayinədən keçməyi və hər hansı problem olduqda vaxtında mütəxəssisə müraciət etməyi tövsiyə edib. Yepyeni bir araşdırma sübut edir. Əzələlərinizdə problem varsa, çox güman ki, diabet xəstəsi ola bilərsiniz. Nə əlaqəsi var bilmək istəyirsinizsə, birlikdə izləyək. Əzələ və diabet riski. Yeni araşdırma göstərib ki, əzələ sağlamlığı 2-ci tip diabetin yaranma riskində mühüm rol oynayır. Amerika Birləşmiş Ştatlarının Pennington Biotibbi Tədqiqat Mərkəzinin alimləri müəyyən ediblər ki, əzələ kütləsi və əzələlərin funksiyası zəiflədikcə orqanizmin insulinə həssaslığı azalır. Bu isə qanda şəkərin yüksəlməsi və diabet riskinin artması ilə əlaqələndirilir. Tədqiqat müəllifləri bildirirlər ki, yalnız bədən çəkisi deyil, əzələlərin vəziyyəti də metabolik sağlamlığın əsas göstəricilərindən biridir. Mütəxəssislərin fikrincə sağlam əzələlər qanda qlükozanın daha səmərəli istifadə olunmasına kömək eləyir və diabetdən qoruyucu təsir göstərir. Əzələ sağlamlığını qorumaq üçün müntəzəm güc məşqləri etmək, kifayət qədər zülal qəbul etmək, aktiv həyat tərzi sürmək və uzun müddət hərəkətsiz qalmamaq tövsiyə olunur. Hər insan istənilən anda eşitmə qabiliyyətini itirə bilər. Bəs bu dəhşətli faciədən qurtulmaq üçün bəri başdan nələri gözə almalıyıq, nələri etməliyik? Bu barədə çox maraqlı bir xəbərimiz var. Hər gün eşitmə qabiliyyətinizi itirmə təhlükəsi var. Amerika Birləşmiş Ştatlarının Cleveland klinikasının audioloqu Valeri Pavloviç Raff və Mayo klinikasının audioloqu Jamie Bogle bildirirlər ki, eşitmə itkisi təkcə yüksək səsli konsertlərdən deyil, gündəlik vərdişlərdən də yarana bilər. Mütəxəssislərin sözlərinə görə daxili qulaqdakı səs reseptorları zədələndikdə onlar bərpa olunmur və eşitmə itkisi geri dönməz olur. Araşdırmada vurğulanır ki, uzun müddət yüksək səslə quraqçıqdan istifadə etmək, səs-küylü alətlərlə işləmək, magistral yolda avtomobili açıq pəncərə ilə idarə etmək belə eşitməyə zərər verə bilər. Mütəxəssislər səs-küylü mühitdə keyfiyyətli qulaq tıxaclarından istifadə etməyi, qulaqçığın səsini təhlükəsiz səviyyədə saxlamağı və qulaqlarda küy, zəng səsi və ya eşitmədə zəifləmə hiss edərlərsə, vaxt itirmədən audioloqa müraciət etməyi tövsiyə edirlər. Sadəcə yatmamışdan əvvəl 10 dəqiqə üz masajı edən xanımların yuxusu çox daha gözəl olur. Bu, elmi olaraq təsdiqlənib. Baxaq.
Yatmazdan əvvəl cəmi 10 dəqiqə ərzində dəriyə qulluq məhsulları ilə üzə yüngül masaj etmək yuxu keyfiyyətini yaxşılaşdıra və narahatlığı azalda bilər. Bu nəticə Scientific Reports jurnalında dərc olunan yeni araşdırmada əldə edilib. Tədqiqatda 25-45 yaş arasında yuxu problemi yaşayan qadınlar iştirak ediblər. Onlar 4 həftə ərzində hər axşam 10 dəqiqəlik dəriyə qulluq və üz masajı ritualını yerinə yetirib. Nəticədə iştirakçılar daha tez yuxuya getdiklərini, yuxularının keyfiyyətinin artırdığını, özlərini daha enerjili hiss etdiklərini və narahatlığın azaldığını bildiriblər. Alimlər hesab edirlər ki, bu cür axşam ritualı orqanizmin rahatlamasına kömək edə bilər. Lakin onlar vurğulayırlar ki, müsbət təsirin məhz masajdan, kosmetik vasitələrdən, yoxsa hər ikisinin birlikdə təsirindən qaynaqlandığını müəyyən etmək üçün daha geniş araşdırmalara ehtiyac var. Axşam saat 6 olan kimi bəziləri tez təcili çantasını yığıb evə qaçır, digərləri isə hətta 7-8-ə qədər işdə oturur. O işdə qalanların dərdi nədir? Nəyə görə evə getmək istəmirlər? Səbəbini isə alimlər tapıb. Baxaq. İşdə qalmağın gizli səbəbi açıqlandı. Yeni sorğu göstərib ki, bəzi insanlar işdə əlavə vaxt keçirmələrinin əsas səbəbi iş yükü deyil, bir müddət tək qalmaq istəmələridir. Respondentlərin 12%-i etiraf edib ki, bəzən evə tələsmir və sakitlik, şəxsi məkan qazanmaq üçün iş yerində qalmağa üstünlük verir. Psixoloqlar bildirirlər ki, qısa müddət tək qalmaq emosional gərginliyi azaltmağa, düşüncələri toplamağa və psixoloji tarazlığı bərpa etməyə kömək edə bilər. Lakin insan davamlı şəkildə evə qayıtmaqdan yayınırsa, bu ailə daxili münasibətlərdə, emosional tükənmişlikdə və ya psixoloji vəziyyətdə problemlərin göstəricisi ola bilər. Mütəxəssislər belə hallarda səbəbi müəyyənləşdirməyi və zərurət yaranarsa, psixoloqa müraciət etməyi tövsiyə edirlər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.